Salam hər kəsə. Sıfırdan rus dilini öyrənmək istəyənlər qısa və aydın izahlı dərslərimizi izləyə bilərlər. Növbəti dərsimiz isimlərdir, yəni существительные. İsimlər существительные. Hansı suallara cavab verir? Кто, что? Kim, nə? Deməli, одушевленные, неодушевленные. Yəni canlı və cansız. Кто sualına одушевленные cavab verir. Что sualına isə неодушевленные. Deməli, canlılar кто? Кто это? Это брат. Это мой брат. Bu kimdir? Bu qardaşdır. Bu mənim qardaşımdır. Кто это? Это сестра. Это моя сестра. Bu kimdir? Bu bacıdır. Bu mənim bacımdır. Кто это? Это собака. Это моя собака. Bu kimdir? Bu ittir. Bu mənim itimdir. İndi isə cansızlar неодушевленные. Что это? Это журнал. Это мой журнал. Bu nədir? Bu jurnaldır. Bu mənim jurnalımdır. Что это? Это машина. Это моя машина. Bu nədir? Bu maşındır. Bu mənim maşınımdır. Что это? Это пальто. Это мое пальто. Bu nədir? Bu paltodur. Bu mənim paltomdur. Rus dilində isimlərdə cinslər mövcuddur. Yəni qadın cinsi, kişi cinsi və orta cins. Kişi cinsi mужской род. Sonluğu без окончания, yəni sonluqsuz olur. Məsələn, jurnal. Görürsüz? Samitlə bitir. Jurnal. Город. Şəhər. Дом. Карандаш. Учебник. Мой учебник. Мой карандаш. Deməli, окончание məhki znak və yaxud и краткое, yəni y. Bu nadir hallarda olur. Nadir hallarda, yəni redkaya. Məsələn, словарь. Görürsüz, məhki znakla bitir, amma kişi cinsindədir. Мой словарь. Lüğət deməkdir. Muzey. Наш muzey. Bizim muzeyimiz. Учитель. Müəllim. Мой учитель. Mənim müəllimim. Keçirik qadın cinsinə. Женский род. Sonluğu adətən a və yaxud ya ilə bitir. Окончание a, ya. Например, məsəl üçün. Газета. Görürsüz? Моя газета. Mənim qəzetim. Книга. Твоя книга. Sənin kitabın. Страна. Наша страна. Bizim ölkəmiz. Auditoriya. Naša auditoriya. Bizim auditoriyamız. Nadir hallarda məhki znakla bitir. Окончание məhki znak в редких случаях. Например, məsəl üçün, тетрадь. Görürsüz? Məhki znakla bitir. Моя тетрадь. Bu sözləri sadəcə yadda saxlamaq lazımdır. Keçirik orta cinsə. Средний род. Окончание o, e. Sonluğu o və yaxud e ilə bitir. Например, радио. Мое радио. Mənim radiom. Письмо. Твое письмо. Sənin məktubun. Окно. Наше окно. Bizim pəncərəmiz. Море. Наше море. Bizim dənizimiz. Кафе. Мое кафе. Mənim kafem. Окончание iye. Окончание iye. Sonluğu iye ilə bitənlər. Например, məsələn, задание. Tapşırıq. Мое задание. Mənim tapşırığım. Здание. Bina. Наше здание. Bizim binamız. Значит, иностранные слова всегда средний род. Xarici sözlər
hər zaman orta cinsdir. Bu xarici sözlər. Metro, taksi, mayo taksi, mənim taksim. Palto, menyu, vaše menyu, sizin menyunuz. Bunlar, bu sözlər orta cinsdədir. Deməli, yalnız kofe sözü muşskoy roddur. Moy kofe. Bunu yadda saxlamaq lazımdır. Deməli, diqqət etmək lazımdır. Nəyə? Vнимание. Papa, deduşka, dядя. Bunlar a, ya ilə bitdiyinə baxmayaraq muşskoy roddur. Çünki papa ata, deduşka baba, dядя əmi və yaxud dayı deməkdir. Bu sözlər kişi cinsindədir. Moy papa, moy deduşka, naş dядя. Deməli, profesiya. Profesiya ixtisaslar. Həm kişi cinsində, həm də qadın cinsində eyni cür adlanır. Hansılardır bunlar? Sekretar, katibə. Yəni, həm on sekretar, ana sekretar eyni cürdür. İnjiner, on injiner, ana injiner, mühəndis. Menecer, on menecer, ana menecer. Vraç, on vraç, ana vraç, o həkimdir. Fotoqraf, on fotoqraf, ana fotoqraf. Eyni qaydada fotoqrafçı deməkdir. Yurist, on yurist, ana yurist, hüquqşünas. Prezident, on prezident, ana prezident. Bu ixtisaslar həm qadında, həm də kişidə eyni cür səslənir. Növbəti ixtisaslar cinsə görə sonluqları dəyişir. Bunlar hansılardır? Deməli, muşskoy rod, kişi cinsi. Jurnalist, женский rod, qadın cinsi. Jurnalistka. Student, studentka. Sportsmen, sportsmenka. İdmançı deməkdir. Studentka tələbə, jurnalist, jurnalist deməkdir. Aktyor, aktrisa. Учитель, muşskoy rod, kişi cinsində. Учительница, qadın cinsində. Müəllimə, müəllim və müəllimə. Преподаватель, преподавательница. Müəllim deməkdir bu da. Deməli, rus dilində tanışlıq, znakomstvo. Öz yaşlarımızdırsa, как тебя зовут, sənin adın nədir? Özümüzdən yaşla böyüklərə isə как вас зовут, sizin adınız nədir? Меня зовут Marina, mənim adım Marinadır. Кто вы, Marina? Marina, siz kimsiniz? Я учительница, mən müəlliməyəm. Marina qadın cinsində olduğu üçün учительница. Deməli, это моя сестра. Bu mənim bacımdır. Ее зовут Katya. Onun adı Katyadır. Ana studentka. O tələbədir. Deməli, моя сестра, mənim bacım. Sestra qadın cinsində olduğu üçün ее зовут Katya. Onun ее зовут Katya. Ana sportsmenka. Это мой брат. Bu mənim qardaşımdır. Его зовут Максим. Onun adı Maksimdir. On yurist. O hüquqşünasdır. Deməli, мой брат, mənim qardaşım. Brat kişi cinsində olduğu üçün его olur. Его зовут Максим. On yurist. O hüquqşünasdır. Deməli, Maksim kişi cinsində olduğu üçün on. Da, нет. Bəli, xeyr. Hə, yox. Cavablarda təsdiq və yaxud inkar. Его зовут Максим. Onun adı Maksimdir. Da, его зовут Максим. Bəli, onun adı Maksimdir. On student. O tələbədir. Нет. On yurist. Yox. O yuristdir. Нет. Ne? İkili inkar. Ana sportsmenka. O idmançıdır. Нет. Ana ne sportsmenka. Yox. O sportsmen. Üzr istəyirəm. İdmançı deyil. Нет. Ana ne sportsmenka. Yox. O idmançı deyil. Burada ne deyil kimi istifadə olunur. İli yoxsa deməkdir. Maksim yurist ili student. Maksim hüquqşünasdır, yoxsa tələbədir. Katya jurnalistka ili vraç. Katya jurnalistdir, yoxsa həkimdir. Növbəti тоже. Тоже rus dilində da, deməkdir. On student, da, on student.
И я тоже студент. O tələbədir. Bəli, o tələbədir. Və mən də tələbəyəm. Я тоже. Mən də tələbəyəm. Она актриса? Да, она актриса. И я тоже актриса. O aktrisadır. Bəli, o aktrisadır. Və mən də aktrisayam. Я тоже актриса.